beynin potensialını tam olaraq istifadə elətdirmir. Onda belə çıxır ki, siz beynin potensialını ölçə bilirsiniz. Ölçmək, yəni rəqəmsal olaraq ölçmək deyil. O mənada deyil. Xeyr, rəqəmsal olaraq ölçmək deyil, onu ölçməyə ehtiyac yoxdur. Sadəcə beyin tam potensialını istifadə eləyirmi, eləmirmi onu bilə bilirik. Çünki beyin çox şeyə qadirdir. İndi gələk beynin fiziksel özəlliklərinə daha yaxşı aydın olacaq. Bu nə deməkdir? Baxın, təbiətdə, yaradılışda bir canlının həyatda tam şəkildə qala bilməsi üçün onun nəyə ehtiyacı var? Balansa ehtiyacı var. Maşın yaxşı getməsi üçün balansda olmalıdır. Düzdür? Doğru. Təyyarə uça bilməsi üçün balansı olmalıdır. Tək qanadla təyyarə uça bilməz. Quş tək qanadla uça bilməz. Bizim də fiziksel olaraq baxdığımızda, ümumiyyətlə təbiətə baxdığınızda görərsiniz ki, hər şey bir simmetrik quruluşa malikdir. Və insana baxın, insanın solunda nə varsa sağında da eyni şeylər var. 2 əlimiz, 2 ayağımız, 2 gözümüz, 2 qaşımız, 2 qulağımız var. Və bunların hər biri eyni funksiyanı icra edirlər. Mənim sağ əlimdə tutur, sol əlimdə, 2 ayağımda gəzmək üçündür, 2 gözümdə görmək üçündür, 2 qulağımda eşitmək üçündür. Heç kəs deyəməz ki, mənim sağ qulağım görür, sol qulağım eşidir. Hələsin öz funksiyası var. Bunlar ikisi də bir-birinə dəstək olmaq üçündür. Bizim daxildən baxdığımızda beynimiz də 2 hissədən ibarətdir. Sağ və sol yarım kürədən. Lakin beyin 2 yarım kürədən ibarət olsa belə, onların ikisi bir-birindən fərqli iş görürlər. Yəni sağ beynin gördüyü işlər tamam fərqlidir, sol beynin gördüyü iş tamam fərqlidir. Birincisi, bunlar bədəni çarpaz idarə edir. Sağ solu, sol sağı. Aha. Məsələn, adi bir adamın əgər insult sağ beynini vurubsa, sol tərəf quruyur. Çarpaz getdiyi üçün. İkinci nüans nədir? Sağ beynimiz daha çox yaradıcı tərəfimizdir. Musiqidir, xəyal gücüdür, vizuallaşdırmadır, duyğularımızdır. Bunlar sağ beynimizin özəllikləridir. Bütövləşdirməkdir. Analiz etmək, algoritmdir, hesablamadır, danışmaqdır, yazmaqdır. Dəqiqlikdir, məntiqdir. Bunlar sol beynimizin özəlliyidir. Görürsünüz, bir-birindən tamam fərqlidir. Həyatında 2 fərqli sahəsidir bunlar, duyğu və məntiq. İndi təsəvvür edin ki, quş tək qanadla uça bilirmi? İnsan tək tərəfi ilə yaşaya bilirmi? Sürünür. Düzdür, sağı ilə ya da solu ilə. Amma bizim gəzməyimiz üçün nə edirik? Sağ əlimiz, sol əlimiz, 2 ayağımız balanslı şəkildə nə edir? Hərəkət edir. Deməli, bizim zehnimizin də tam potensialını istifadə etməyimiz üçün nə lazımdır? Beynimizi işlətmək yox, balanslı işlətmək lazımdır. Hər 2 yarım kürəni balanslı işlətmək lazımdır. Əslində bu insanın özünün içərisində olan bir mübarizəsinin sonlanması kimi də dəyərləndirərdim mən bunu. Misal üçün, tapa bilmir ki, nə üçün mən beləyəm, hər dəfə dönürəm, eyni məsələdə qalıram. Yəqin ki, o beyninin bir tərəfi işləyir, digər tərəfi balansda deyil deyənə, istədiyi nəticəyə ala bilmir.